Bu videoda əsrarəngiz bir ada haqqında danışacağam. Ora gedən sağ qayıtmır. Orada yaşayan isə dünyadan tamamilə xəbərsizdir. Şimali Sentinel adası. Bu adaya yaxınlaşmaq çox təhlükəlidir. Buna görə də Hindistan dövləti tərəfindən ora getmək qanuni olaraq qəti qadağandır. Adanın hekayəsini birlikdə öyrənək. Dünyanın ən təhlükəli və əsrarəngiz adası olan Şimali Sentinel Hindistanda Benqal körfəzində yerləşir. Ərazisi 60 kvadrat metrdir. Buranı təhlükəli edən əsas səbəb orada yaşayanların dünyadan xəbərsiz olmasıdır. Həmçinin bizlərin də o adada nələrin baş verdiyini bilməməyimizdir. Hesablamalara görə ada cəmiyyəti 60 min ildir dünyadan təcrid halda yaşayır. Adada nə telefon, nə internet, nə də hər hansı xırda bir texnoloji cihaz var. Bu ada o qədər sıx meşələrlə əhatə olunub ki, üzərindən uçan dronlarla, təyyarələrlə belə heç nə görmək mümkün deyil. Onlar çılpaq yaşayırlar. Oddan istifadə etdikləri belə məlum deyil. Bu ada ilə ünsiyyət qurmaq istəyənlərin başına gələnlər isə dəhşətlidir. Saylarının 15 ilə 500 arası olduğu düşünülür. Təhlükəsizlik məqsədi ilə bu adaya 9 kilometrdən çox yaxınlaşmaq olmaz. Ada sakinləri ətraf mühitə, insanlara qarşı çox aqressivdirlər. Hər kim onlara yaxınlaşmaq istəsə, oxlarla müdafiəyə keçirlər. Uzun illər ətraf mühitdən izolyasiya olduqları üçün onların immunitet sistemi bizimkindən çox fərqlidir. Hər şeydən və hər kəsdən uzaq olduqları üçün onların mikroblara, viruslara qarşı dözümlülüyü yox dərəcəsindədir. İnsanlarla kiçik bir təmas onların soylarının bitməsinə səbəb ola bilər. Adi bir qripə belə dözümləri yoxdur. 1880-ci ildə İngilis hərbi dəniz qüvvələrində xidmət edən zabit Morris Portman adanın yaxınlığından keçərkən bir qrup uzun saçlı və çılpaq insanların gəmiyə tərəf ox atdıqlarını gördü. Bu hadisədən sonra Portman ada ilə bağlı araşdırma aparmağa qərar verdi. Qısa müddət sonra o, yarı İngilis, yarı Hindli məhkumlardan təşkil olunmuş bir dəstə ilə adaya gəlir. Yerli əhalinin güvənini qazanır, özünü dost kimi göstərir. Bu şəkil də buna bir sübutdur. Portman və dəstəsi ikinci dəfə adaya gələrkən dostcasına münasibətdən tamamilə fərqli davranırlar. Onlar 2 yetişkin, 4 uşağı adadan zorla qaçırdırlar. Qısa müddət sonra immun sistemləri fərqli olduğu üçün 2 yetişkin sentinelli xəstələnib ölürlər. Bundan sonra Portman sağ qalan 4 uşağı adaya geri gətirərək sahilə atıb qaçır və bu hadisədən sonra ada əhalisində ətraf mühitə, insanlara qarşı düşmənçilik yaranır. Müxtəlif zamanlarda bəzi dəstələr adanı ziyarət edərək dostcasına yaxınlaşmağa çalışıblar. Onlardan sadəcə biri uğurlu olub. Amma bu zamanda nə yaşanıldısa, ada əhalisi ondan sonra heç zaman ətraf mühitə və insanlara qarşı dostluq yaratmadılar. 1981-ci ildə təxminən 50 nəfərlik bir kargo gəmisi bu adaya gəldi. Yerlilər yenə hücuma keçdilər. Hökumət tərəfindən edilən yardımlarla gəmidəkilər bu hücumdan qurtarıldı. Amma gəmi o adada qaldı. Yerli sakinlər gəmidəki dəmirlərdən faydalanaraq ox uclarını dəmirdən düzəltməyə başladılar. 2004-cü ildə baş verən bir tsunamidən sonra hökumət bir təyyarəni sentinelliləri yoxlamaq üçün göndərir. Lakin təyyarədən geriyə bu mənzərə qalır. 2006-cı ildə isə 2 balıqçı qanunsuz şəkildə adaya gəlir. Sakinlər bu 2 balıqçını da öldürür və sahildə qazdıqları quyuya atırlar. Balıqçıları qurtarmaq üçün gələn helikopterə isə yenə hücum edirlər. 26 yaşlı Amerikalı missioner bir gənc John Allen Chau xristianlığı sentinellilərə öyrətmək üçün adaya getməyə qərar verir. Amma getməzdən öncə adada onu hansı təhlükələrin gözlədiyini bildiyi üçün tam şəkildə hazırlaşır. Ada sakinlərinə xəstəlik aparmamaq üçün 13 fərqli peyvənd etdirir. 2018-ci ilin oktyabrında adaya ən yaxın yaşayış yerinə uçur. 14 noyabr 2018-ci ildə $30.000 ödəyərək bir balıqçı ilə gizli şəkildə adaya gedir. Amma təəssüf ki, ondan bir daha xəbər alınmadı. Bir-birindən fərqli mövzuları, maraqlı, əsrarəngiz, sirli hadisələri öyrənmək istəyirsənsə, kanalıma abunə ola bilərsən.